Veysel Orucovun insanların ailələrini təhqir etməsi və xavaric olmasının sübutu. Bu tənqidçilərə baxsanız, bunların səviyyəsinə baxsanız, siz o zaman fərq edirsiniz ki, mən niyə onlara əhəmiyyət vermirəm, niyə onları ciddiyə almıram? Mən niyə küçə uşaqlarının səviyyəsinə düşməliyəm ki? Mən niyə kimdən olunduğu bilinməyənlərin səviyyəsinə düşməliyəm ki? Niyə biz bu küçə uşaqlarının, bu tərbiyəsizlərin səviyyəsinə niyə düşək ki? Əhəmiyyət verməyin. Onlar küçə küçükləridir, itləridir. Əlixan Musayevin müdafiə etdiyi Veysel'in xavaric olmasının sübutu. Əgər sən daha Erdoğan'ın sistemindən daha bir devlət quracağında başarılısansa, özünə partiya qur, gəl hakimiyyətə. Özünə partiya qur, gəl hakimiyyətə. نعم هذا هو منهج الخوارج منازعة ولي الأمر وإنشاء حزب يعارضه لا شك أن هذا خروج نوع من الخروج على ولي الأمر. Heç kimlə görüşməkdən çəkinməyin, heç kimlə bir araya gəlməkdən çəkinməyin. Hətta desələr xavaricidir, hətta desələr təkfircidir, hətta desələr ixvandır, hətta desələr hizbidir. Ən pis adları desələr bir masaya gəlmək istəyirsə gedin oturun. Peyğəmbər sallallahu müşrikləri görəndə qaçırdı mı, yoxsa oturub dəvət mi edirdi? Sual verirəm sizə. Allah deyir, görsən qardaş deyir, hamısını oturma, qamət deyir, oturma. Bu elm gök elmlidir. Gönə danışır. Və ya dəlil gətirir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem müşrikləri dəvət edirdi. Yəni bu dəlildir ki, xavariclərin oturmaq olar. Yəni bəs Peyğəmbər sallallahu aleyhi ve sellem xavariclər barədə nə deyib? Onu demir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, oturmaya öldür. Deyir, harada görürsə öldür onları. Düzdür, hakim işidir. Belə öldürmək əmr olunub onları. Ona görə ən əfzəl əməllərindən Əli bin Əbi Talibin bu idi. Xilafəti vaxtı. Xavariclər öldürməyi. Gönə danışır. Amma bu qamət demir, bunu Peyğəmbər sallallahu aleyhi ve sellem bunu sahabələr onlar öldürürdü. Alimlər oturmurdu. Onlar gələndə alimlərin yanına, sən onlardan ağıllısan, bir mübarəkdən və başqalarının qulaqlarını örtürdülər. Sən ondan ağıllısan. Gör nə deyir? Ona görə qardaşlar, yəni elm iddia edənlər çoxdur, lakin düzgün danışanlar azdır. Ona görə o əli şeylə fikir verməyin. O bidət əli daima şübhə gətirir. O boş şeydir. Bəli. Şeyh, Allah sizə bərəkət versin.